qərar vermədə insan amili nəzərə alınmalıdır. Azərbaycanda da rəqəmsallaşma prosesi, yəni elektron məhkəmə sistemi buna zəmin yaradır və gələcəkdə bu sahədə daha çox inkişafın olacağını düşünürəm. Azərbaycan Respublikası Konstitusiyası cinayət prosessual və mülki prosessual məcəllədə təsbit olunmuş mühüm fundamental bir prinsip var. Yəni, hakimin daxili inamı əsasında sübutların qiymətləndirilməsi. Bu sadəcə məlumatın mexaniki təhlili deyil, insan amilinin, məsələn, şahid ifadələrinin səmimiyyətinin, kontekstin, vicdanın iştirak etdiyi mürəkkəb bir prosesdir. Süni intellektin məhkəmələrdə tətbiq edilməsi müəyyən işlər üçün aydınlıq yarada bilər. Eyni zamanda etik və ədalətlilik baxımından vacib nüanslar da ortaya qoyur. Nümunə kimi ABŞ-də baş vermiş hadisəni göstərmək olar. Həmin ölkədə kompas sistemi təqsirləndirilən şəxsin təkrar cinayət törətmə riskini qiymətləndirərək hakimə tövsiyə xarakterli məlumat təqdim edib. Lakin 2016-cı ildə